Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Azərbaycanda uşaq pulu mövzusu yenidən gündəmin əsas müzakirələrindən birinə çevrilib. Mövzu Milli Məclisin deputatı Günay Ahmalı tərəfindən səsləndirilən fikirlərdən sonra sosial şəbəkələrdə və ictimai müstəvidə geniş rezonans doğurub. Deputatın efirdə uşaq pulu tənbəllik yarada bilər və dövlət uşaq pulu versə ailədə yalnız atanın işləməsi kifayət edər kimi açıqlamaları müxtəlif reaksiyalarla qarşılanır. Bir çox insanlar bu yanaşmanın sosial reallığı tam əks etdirmədiyini və məsələyə daha geniş prizmadan baxılmalı olduğunu bildiriblər. Müzakirələrin əsas mərkəzində isə bir sual dayanır. Azərbaycanda uşaq pulu sistemi necə olmalıdır? Müasir dövrdə bir çox ölkələrdə uşaqlara verilən sosial müayinətlər sadəcə maddi yardım kimi deyil, sosial rifah siyasətinin vacib elementi kimi qəbul edilir. Məqsəd valideynləri işləməkdən uzaqlaşdırmaq deyil, ailələrin üzərindəki maliyyə yükünü azaltmaq, uşaqların daha yaxşı şəraitdə böyüməsinə dəstək vermək və sosial bərabərliyi qorumaqdır. Ekspertlərin fikrincə dünyada uşaq müayinətləri əsasən 4 istiqamətdə tətbiq olunur. Birinci istiqamət xüsusi imtiyazlı ailələrə yönələn dəstəkdir. Buraya şəhid ailələri, qazilər və digər həssas kateqoriyalar daxildir. İkinci istiqamət əlilliyi olan uşaqlar üçün nəzərdə tutulan sosial yardımlardır. Üçüncü istiqamət aztəminatlı ailələrə göstərilən maliyyə dəstəyi hesab olunur. Dördüncü istiqamət isə universal uşaq pulu sistemidir ki, burada bütün uşaqlar müəyyən sosial dəstəkdən yararlana bilir. Azərbaycanda hazırda daha çox ilk 3 model tətbiq olunur. Yəni yardım əsasən ehtiyacı olan və xüsusi kateqoriyalara aid ailələrə yönəldilib. Universal uşaq pulu sistemi isə mövcud deyil. Rəsmi statistik məlumatlara əsasən ölkədə 18 yaşadək təxminən 2 milyon 600 min uşaq yaşayır. Mövcud sosial proqramlar vasitəsilə isə təxminən 430 min uşaq dövlət dəstəyi alır. Bu da ümumi uşaqların təxminən 16-17%-nə bərabərdir. Digər uşaqlar isə əsasən təhsil, səhiyyə və sosial xidmətlər vasitəsilə dolayı şəkildə dövlət dəstəyindən yararlanırlar. Məhz bu məqam ictimai müzakirələri daha da artırır. Çünki bəzi ekspertlər hesab edir ki, ünvanlı yardım sistemi müəyyən həssas qrupları qorusa da əhatə dairəsinin məhdud olması səbəbindən bir çox ailələr sosial dəstəkdən kənarda qalır. Digər tərəfdən isə bəzi iqtisadçılar düşünür ki, bütün uşaqları əhatə edən universal sistem dövlət büdcəsinə əlavə yük yarada bilər. Bununla yanaşı, sosial siyasət üzrə mütəxəssislər bildirirlər ki, uşaq müayinətlərinə yalnız iqtisadi motivasiya prizmasından baxmaq düzgün deyil. Çünki bir çox ölkələrdə bu model uşaqlar arasında bərabər imkanların yaradılması, yoxsulluq riskinin azaldılması və ailələrin sosial rifahının gücləndirilməsi üçün tətbiq edilir. Son illərdə artan qiymətlər, gündəlik xərclərin yüksəlməsi və ailələrin iqtisadi yükünün ağırlaşması fonunda Azərbaycanda da uşaq pulu mövzusu daha çox müzakirə olunmağa başlayıb. Xüsusilə çox uşaqlı ailələr və aşağı gəlirli vətəndaşlar bu məsələnin yenidən nəzərdən keçirilməsini istəyirlər. Hazırda əsas müzakirə mövzularından biri də sosial yardımların daha geniş əhatə olunmasıdır. Ekspertlər hesab edir ki, ünvanlı sosial yardım sisteminə çıxış şərtlərinin yumşaldılması və daha çox ailənin bu mexanizmdən yararlanması sosial narazılığın azalmasına səbəb ola bilər. Beləliklə, Azərbaycanda uşaq pulu məsələsi yalnız maliyyə yardımı mövzusu deyil, həm də sosial siyasətin gələcək istiqamətlərini müəyyən edən mühüm məsələlərdən biri hesab olunur. Qarşıdakı dövrdə bu sahədə hansı dəyişikliklərin ediləcəyi isə cəmiyyət tərəfindən diqqətlə izlənilir.